Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə evdə qatqısız, hər kəsin bəyənəcəyi, uşaqlarını isə qaşıq-qaşıq yeyəcəyi şokolad yağının hazırlamasını paylaşacağım. İnşallah ki, bəyənərsiniz. Videoma like edərək də kanalıma çox böyük dəstək olmuş olarsınız. Keçək hazırlama qaydasına lazım olacaq 1 stəkan şəkər tozu, 1 stəkan süd, 250 ml duru yağ və 3 xörək qaşığı kakao. Demək, nə edirik? Əvvəlcə belə bir qab və yaxud da bir banka ola bilər. İçərisinə bütün ərzaqları əlavə edirəm. Şəkər tozunu əlavə etdim, südü əlavə etdim, duru yağı əlavə etdim. Ən sonunda kakaonu da əlavə edib blenderdan keçirdirəm. Bu qədər sadə. Blenderdan bir 5-6 dəqiqə tam şokolad yağı əmələ gələnə qədər keçirdirəm. Və budur möhtəşəm şokolad yağı. Hər kəsin, inanın ki, kiçikdən böyüyə, hər kəsin sevərək yeyəcəyi, qatqısız, evdə, təbii ərzaqlarla hazırlanan şokolad yağını hər kəs istəyərdi ki, hazırlasın. Bu da sizlər üçün resept. Hazırlayın. Balalarınız üçün, elə özünüz üçün də nuşucanlıqla yeyə bilərsiniz. Nə ürəyə vurmur, nə tərkibində heç bir ayrı bir ingredient yoxdur. Yəni qatqı maddə yoxdur. Sadəcə olaraq bu cür hazırladıqdan sonra mütləq soyuducuda 1-2 saat saxlamaq lazımdır ki, özünü tutsun. Ondan sonra çörəyin, xlebçinin və yaxud da yuxanın üzərinə çəkib və yaxud da qaşıqlayaraq elə yeyə bilərsiniz. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü heç kimin etsin. Heç kimin gözü heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olub, like edərək yaxınlarınızdan, əzizlərinizdən paylaşmağı unutmayın. Şərhlərinizi oxumaq hər zaman mənim üçün xoşdur. Sağ olun, salamatla qalın.